Mingəçevir rayon icra başçısı İlham İsmailov Fox göstərdi. Necə göstərdi? Çox maraqlıdır. Bir neçə gün əvvəl ayın 17-si vətəndaş, obyektdə olan vətəndaş, obyektə insanların gəlməməsindən, şəhərin boş olmasından, maşınların olmamasından və işsizlikdən, əhalinin Bakıya köç etməsindən şikayətlənən video paylaşdı. Gəlin videoya baxaq. Saat 9 obyekti bağladım. Məcbur. Ondan sonra belə bir biavaçılıq yoxdur. Bugün ayın 17-si aprel bir indicində yoxdur. Şəhərdə, Mingəçevir şəhəri, bax Bakını sonra deyəsi ki, Bakı belə Bakı, millət Bakı yaxınlaşır. Bax, yol var. Magistral Heydər Əliyev prospektidir bura. Heydər Əliyev prospektində bir dənə maşın, bir dənə vita keçir. Nə yaxşı Allah. Bax görürsünüz. Yəni yol da boş deyib. Məsələ budur ki, maşın da keçmir. Nə haqq hesabdırsa bilmirəm. Bağladım obyekti bağladım, ondan sonra. Videodan görsənir ki, həqiqətən də vəziyyət acınacaqlıdır. Əhali yoxdur, axşam saatları insanlar işdən evə gəlməli olsa da heç bir maşın yoxdur və kafeyə gələn yoxdur. Yəqin ki, ya əhali yoxdur və yaxud da ki, insanların maddi rifahı yoxdur ki, gəlib kafedə otursun, yemək yesin. Daha sonra İlham İsmailov necə bir fokus göstərdi ki, belə bir ikinci video ortaya çıxdı. Həmin videoda icra başçısının gördüyü işlərdən bəhs edir. Gəlin o videoda baxaq. Mən Səfərov Mirzəla Namiq oğlu 17 aprel çəkdiyim video ilə bağlı aydınlıq gətirmək istəyirəm ki, hal-hazırda Mingəçevir şəhərində vəziyyət gözəldir. Çəkdiyim video sırf mənim bu obyektimlə bağlı idi ki, obyektimdə vəziyyət pisdir. Amma ümumi Mingəçevir şəhərinin iqtisadiyyatı, bugün üçün maşınlar hər tərəf görürsünüz. Yenə. Maşınlar ucu bucağı yoxdur maşınların. Baxın bir dənə, xahiş edirəm. Yəni çəkdiyim video sırf mənim bu obyektimlə bağlı Mingəçevirin ümumi iqtisadiyyatından. Mingəçevirin yaşayışı çox gözəldir. Cəmiyyəti çox gözəl yaşayır, iş güc var. İcra başçısı Mingəçevir şəhərində. Mən sizə qısa göstərəcəm. Şəhərimizdən gözəl abadlıq işləri gedir. Baxın bir dənə. Hər yer bax görürsüz. Bax şəhər cəmiyyət qaynayır. İnşallah bax görürsüz. Hər yer yaşıllıq. Vəziyyət yaxşıdır inşallah. Əslində Qlobal Infoya açıqlama verən Mingəçevir rayon deputatı Adil Mirzəzadə hər şeyi çılpaqlığı göstərir. O bildirir ki, 20-dən çox zavod olub, SSR dövründə ondan çox bazalar, avtonəqliyyat, tikinti idarələri falan olubdur. SSR dağıldıqdan sonra bunlar yəni fəaliyyət göstərməyib. Əhaliyə iş yerləri lazımdır. Yoxsa ikinci video çəkdirib hər şeyin yaxşı olmasını göstərən video ehtiyac deyil. Bakıda əhalinin sayı sürətlə artır. Əsasən də rayondan gələn insanlar, işsizlikdən gələn insanlar məcburiyyətdən şəhərə köçməli olur. Hörmətli Mingəçevir rayon icra başçısı İlham İsmailov, bu göstərdiyiniz fokusu 2-3 günə hər şey, yəni düzələn fokus 30 ildə düzəlməyən məsələlər 2-3 günə necə həll oldusa, həmin o fokus nümunələrin digər icra başçılarına da göstərin. Rayonlarda, bölgələrdə iqtisadi inkişaf düzəlsin, iş yerləri açılsın. Xahiş edirəm, hörmətli icra başçısı, özünüz də bir video çəkin, açıqlama gətirin. Vətəndaşa video çəkdirmək sizin üçün yəqin asan məsələdir. Əgər siz çəkdirmirsinizsə, iş yerləri açmaq lazımdır. İnsanların işə, pula ehtiyacı var. Belə videolara yox. Parklara, otlara, yaşıllıqlara yox.